Buradan sözüm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinədir. Bilirsiniz, şəhər daxili yollarda, eyni zamanda Respublika əhəmiyyətli magistral yollarda xətlənmə işləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə olunub və buna görə də həmən quruma 45 milyon manat pul ayrılıb. Gəlin indi yollardakı xətlənmənin keyfiyyətindən danışaq. Mən öz gördüyümü deyirəm, siz də öz gördüklərinizi rəy bölümündə yaza bilərsiniz, siz öz fikirlərinizi bildirə bilərsiniz. Mən ümumiyyətlə aynanın çəkdiyi xəttləri 5 gündən sonra yolda görmürəm. Həmən xəttlər necə görünür? Yuxarı teşə kameralar vasitəsilə sənə gələn cərmələrdən. Düzdür, mənə həmin formada cərmə gəlməyib, amma gələn tanışlarım çoxdur. Hətta bəzi tanışlarıma xətt silindiyinə görə, avtobus zolağına girdiyinə görə ona 100 manat məbləğində cərmə gəlib. Hörmətli ayna, bu xətlənməni siz hansı formada aparırsınız? Ümumiyyətlə, hansı boyadan istifadə edirsiniz ki, bu boya yağış yağanda silinir, yox olur. Gecənin qaranlıq vaxtı isə bu xətlənməni görmək mümkün olmur. Xarici ölkələrdə xətlənmə necə aparılır? Yəni, boyadan istifadə olunur, lakin boyanın içində xüsusi tərkibli maddə olur, işıq qaytarıcı maddə. Sutkanın qaranlıq vaxtı belə xətlənməni aydın şəkildə görmək olur. Amma bizdə 5 gündən sonra xət yoxdur. Çox maraqlıdır. Bu 45 milyon manatı hansı boyaya almağa sərf eləmişsiniz? Yəni, hansı boyadan istifadə edirsiniz ki, bu yollardakı xətlənməyə 45 milyon manat pul xərcləyirsiniz və 5 gündən sonra xət yoxa çıxır. Təbii ki, belə olan vəziyyətdə sürücüləri də çətin vəziyyətə salırsınız. Çünki sürücülər xətti görmədiyi üçün qaydanı pozmağa məcbur olur. Bu da axırda sürücülərin cərmələnməsinə gətirib çıxarır.